cəmiyyətdən ədalət tələb edirsə, ilk növbədə özü ədalət prinsipinə riayət etməlidir ki, o nə qarşı tərəfin hüquqlarını pozsun, nə məhkəməni çaşdırsın. Ədalət tələb etmək hüquqdur. Amma ədalətli davranmaq həm də mənəvi borcdur. Mənə görə ədalətli vəkil olmaq hər işi udmaq üçün yox, məhz elə peşə şərəfini qoruyaraq mütləq qalibiyyət vədi bizim peşə ilə tamamilə ziddiyyət təşkil edir. Süni intellektin verdiyi məlumatlar, hətta istinad etdiyi mənbələr yanlış ola bilər. Bir ailədə həm vəkil, həm hakim varsa, bu həmin ailənin zəruridir. Çünki insan başqasından, məhkəmədən, cəmiyyətdən ədalət tələb edirsə, ilk növbədə özü ədalət prinsipinə riayət etməlidir. Ədalət yalnız başqalarından tələb edilən bir dəyər deyil, insanın öz davranışında əks etdirdiyi hüquqi və mənəvi mövqedir. Vəkil kimi mən hesab edirəm ki, ədalətli olmaq ilk növbədə obyektiv, vicdanlı və məsuliyyətli davranmaqdır. Vəkil müdafiə etdiyi şəxsin maraqlarını müdafiə edir, qoruyur. Bunu qoruyarkən qanunla ona verilən əhatə dairəsində verdiyi imkanlardan istifadə edir. Lakin vəkil ədalətli olduğu zaman həmin imkanlardan istifadəni o formada etməlidir ki, o nə qarşı tərəfin hüquqlarını pozsun, nə məhkəməni çaşdırsın, nə hansısa bir saxtakar və ya yalan yollara əl atsın. Bu ilk növbədə vəkilliyin peşə nüfuzu ilə də bağlı olan bir şeydir. Çünki hüquq sistemi yalnız qanunlar üzərində dönmür. Qanunların mətnləri ilə formalaşmır. Hər birimiz qanunları tətbiq edərkən, şəxsləri müdafiə edərkən bütün məsələlərimizə vicdanlı və obyektiv yanaşdığımız müddətcə biz nüfuzumuzu qoruya bilərik. Belə ki, ədalət tələb etmək hüquqdur. Amma ədalətli davranmaq həm də mənəvi borcdur. Bu bizim mənəvi borcumuzdur. Biz ədalətli yanaşmalıyıq ki, hər bir işimizdə istər qarşı tərəfin hüquqlarını pozmamaq üçün, istər güvənib etibar etdiyimiz ədalətli məhkəmə sistemini təmin etmək üçün bunu əməllərimizlə ifadə edə bilək. Hakim qərar qəbul edərkən nə deyirik? O mənəvi, daxili inaminə əsasən, təbii ki, sübutların məcmusunda faktları dəyərləndirərək qərar qəbul edir. Amma yekunda yenə bir insan vicdanı, yenə bir mənəviyyat və ədalət prinsipi durur. Mənə görə ədalətli vəkil olmaq hər işi udmaq üçün yox, məhz elə peşə şərəfini qoruyaraq vicdanla və qanuna uyğun şəkildə icra etməkdir. Vəkilin vicdanlı və şərəfli olması dedikdə əslində bir növ bu ədalət anlayışı ilə də vəhdət təşkil eləyir. Vəkilin vicdanlı və şərəfli olması vəkilin öz peşəsinə, müvəkkilinə, məhkəməyə, həmkarlarına, cəmiyyətə qarşı düzgün, dürüst, məsuliyyətli davranması deməkdir. Yəni bizlər insan taleyi ilə işləyirik. Hər bir vəkilin işlətdiyi bir ifadə, verdiyi bir məsləhət bir şəxsin taleyini, bir şəxsin gələcəyini, ailə vəziyyətini, əmlakını, hətta ən ağırına, azadlığına gəlib toxuna bilər. Belə olduğu halda bizim peşədə vicdan əlavə keyfiyyət kimi yox, elə məhz peşəmizin əsas dayağı rolunu oynayır. Vicdanlı vəkil müvəkkilinə yalan vəd verməməlidir. Qanuna əsasən qanun pozuntusudur. Peşəkar vəkillik, şərəfli və vicdanlı vəkillik mənə görə müştəriyə bütün reallığı, faktları düzgün qiymətləndirmək və onlara düzgün formada bunu çatdırmaqdır. Mütləq qalibiyyət vədi bizim peşə ilə tamamilə ziddiyyət təşkil edir. Şərəfli vəkil müştərinin sirrini qorumalıdır. Şərəfli vəkil qarşı tərəfə, məhkəməyə, ümumiyyətlə hər kəsə hörmətlə yanaşmalı və öz nüfuzunu ucuz yollarla satmamalıdır. Çünki vəkillik peşəsinin nüfuzu ali bir zirvədir. O nüfuz zədələndikdə onu yenidən bərpa etmək çox çətindir. Təəssüf ki, bunu çox adam tam reallığı ilə qəbul etmir. Bizim peşədə geri qaytar düyməsi yoxdur. Nüfuzu geri qaytar düyməsi yoxdur. Çünki etimad bir dəfə itirildiyi zaman yenidən o etimadı doğrultmaq, yenidən o nüfuzu bərpa etmək çox çətin olur. Mənim üçün vicdanlı və şərəfli olmaq çətin vəziyyətdə də düzgün qərar verə bilmək bacarığıdır. Süni intellektin vəkillik fəaliyyətində istifadəsi müasir dövrümüzdə ümumiyyətlə qaçılmaz bir reallıqdır. Belə ki, hüquqi araşdırmaların aparılmasında, məntiqi təhlillərin tətbiq edilməsində, müqavilələrin ümumiyyətlə hansısa ilkin layihələrinin hazırlanmasında süni intellektdən istifadə edə bilərik. Lakin burada xüsusi diqqət yetirilməli məqam nədən ibarətdir? Ümumiyyətlə, süni intellektin verdiyi məlumatlar, hətta istinad etdiyi mənbələr yanlış ola bilər. O yanlış mənbələr məhkəmə qərarlarına istinad
istinad etdiyi zaman yanlış mənbələrə, hətta real praktikada baxdığımız zaman Avropa məhkəməsindən nümunə kimi qərarlar təqdim edir, araşdırma aparırıq ki, həmin qərarlar heç ümumiyyətlə mövcud deyildir və bu da əslində texniki bir yanlışlıq kimi görünsə də bir insanın birbaşa taleyinə təsir edə biləcəyi bir vəziyyətdir. Ona görə süni intellekt lazımlı olduğu qədər də əslində çox risklidir. Mənə görə vəkillik fəaliyyətində süni intellekt sadəcə vəkilin köməkçisi rolunu oynaya bilər müəyyən bir mənada, texniki cəhətdən və işin operativ və sürətli həll edilməsi baxımından, araşdırma baxımından. Bu da müasir dövrümüzün tələblərinə uyğunlaşdığımız üçündür. Amma bizim peşənin, vəkillik peşəsinin məhz beyin məhsulu olması, bütün informasiyaların zehni təfəkkür və qanunvericiliyin məntiqi təhlili əsasında qurulmasına nəzər yetirsək, süni intellekt sadəcə köməkçi rolunu oynayan bir vasitədir. Hüquqi yardım zamanı vəkilə təsir edən amillər çox olur. Çünki biz insan taleyi ilə işləyirik. İnsanların mənəvi duyğularını duyub onların etimadına əsasən fəaliyyətə başlayırıq. Lakin vəkil emosiyalarına qapılmamalıdır. Biz şəxslərlə dinlədiyimiz zaman telepatiya qururuq, onların dediklərini anlamağa çalışırıq. Cəmiyyətimizin tələbi budur. Çünki bizim cəmiyyətdə ailə, namus, sosial münasibətlər, maddi çətinliklər və eyni zamanda ictimai qınaq kimi amillər mövcuddur. Hər bir cəmiyyətin özünə məxsus xüsusiyyətləri var təbii ki. Bizim müraciət edən müvəkkillərimiz bizə emosiyaları ilə gəlirlər, bizi çətin anlarında axtarırlar və bir çox hallarda qarşılaşdığım bir ifadədir ki, deyirlər göydə Allah yerdə siz. Bu isə onların nə qədər çətin vəziyyətdə olduğunu sübut edir. Peşəkar vəkil emosiyalarına qapılmamalıdır. Şəxslərin vəziyyətini anlayıb, onu düzgün hüquqi çərçivəyə salıb qiymətləndirməlidir ki, növbəti addımlarını da emosiyalarla deyil də hüquqi çərçivədə ata bilsin və bir nəticə əldə edə bilsin. Bizim etdiyimiz sadəcə həmin vətəndaşa, həmin müvəkkilə təsəlli vermək rolunu oynayacaq. Təsəlli isə məhkəmə üçün sübut rolunu oynamır. Biz həmin o edəcəyimiz yardımı hüquqi səviyyədə o qədər dərindən araşdırıb, o qədər müstəvisini müəyyən etməliyik ki, edə biləcəyimiz tələb də, qazanacağımız nəticə də biz olunan etimadı doğrulda bilsin. Qadının vəkil olmasının mənfi və müsbət cəhətləri. Ümumiyyətlə, qadın hər bir peşədə özünü müəyyən bir formada göstərir və həmin peşə müəyyən bir təsirləri olur. Qadının vəkillik peşəsində olması, sayının artması çox müsbət haldır. Çünki hüquq sisteminə fərqli bir yanaşma, fərqli həyat təcrübələri qatılır. Eyni zamanda bəzi problemli mübahisələrdə, məsələn, məişət zorakılığı olsun, qadınlar və uşaqlarla bağlı mövzular olsun, burada daha çox deyirlər ki, bizə xanım bir vəkil tapın ki, bəlkə bizi başa düşüb və ya daha rahat bir formada problemlərimizi izah edə bilək. Bu səbəbdən vəkillik peşəsində qadınların rolu çox önəmlidir və eyni zamanda təqdirə layiqdir. Çünki qadının vəkillik peşəsində müsbət cəhətləri sırasında burada diqqətliliyi, məsuliyyəti, empatiya duyğusunun daha çoxluğu, detallara həssas yanaşması, ünsiyyət bacarığı kimi prioritet məqamlar özünü fəaliyyəti zamanı biruzə mütləq verir. Təbii ki, hər bir peşədə çətinliklər də olur. Bir qadın vəkil olaraq qarşılaşdığımız çətinliklər vardır. Bu da qanunla və ya hüquq sferası ilə əlaqəli olmur. Daha çox cəmiyyətdə formalaşan müəyyən yanaşmalardan asılı olur. Qadındır, bacarmaz, qadındır və ya yaşı gəncdir, alınmaz, bir nəticə əldə edə bilməz. Bu mənim də qarşılaşdığım hallardır. Müəyyən mənada cəmiyyətin bu yanaşması hələ də digər şəxslərdə fikirlər formalaşdıra bilir. Ümumiyyətlə, bir ailədə həm vəkil, həm hakim varsa, bu həmin ailənin hüquqa bağlılığını, artıq valideyn tərəfindən övladda yaranan ideal obrazın nəticəsini görürük. Çünki övlad nəyi görürsə valideyndən, onu da təbliğ edir, onu da icra edir. Əgər o ədalət görürsə, ədaləti təbliğ edir. Əgər o işə, ümumiyyətlə, insanlara humanizm, ədalət və məsuliyyətlə yanaşmağı görür, anlayırsa, onu da öz işində tətbiq edir. Təbii ki, müsbət cəhətləri çoxdur. Çünki institut dövrümüzdən oxuduğumuz dövrlərdən hər bir hüquqşünas müəyyən təcrübələrdən keçir, məhkəmələrdə, dövlət qurumlarında. Artıq eyni evdə vəkil və hakim olduğu zaman sən artıq o təcrübə müddətin 7-24 bir müddətə keçir. Lakin xüsusi diqqət yetirilməli olan məqamlar vardır ki, heç bir zaman vəkil öz peşə sirrini və eləcə də hakim öz işi ilə bağlı olan məsələləri
bir-birinə qata bilməz və ya hansısa bir naharda və ya axşam yeməyində bu işi necə həll edək kimi suallar verməsi qeyri-etikdir. Ümumiyyətlə nüfuza da xələl gətirə biləcək bir şeydir. Ona görə burada istər vəkilin, istər hakimin üzərinə həm yaxşı mənada məsuliyyətlər düşür, həm də ağır mənada məsuliyyətlər düşür. Çünki hakim ədaləti təmsil edən, ədalət mühakiməsini həyata keçirən şəxsdir. Vəkil isə ədaləti əldə etmək üçün müdafiə funksiyalarını icra edən şəxsdir. Hər ikisi ədaləti tam hiss edərək, anlayaraq təmin etməyə yönələn fəaliyyət göstərirlər. Daha çox mənim fikrimcə vəkilə öhdəlik düşür ki, öz şəxsi peşə sirrini və həll etməli olduğu məsələləri həmin o etika çərçivəsində, həmin o sərhədlərin çərçivəsində həll edə bilsin. Və yekunda dediyim kimi, eyni ailədə vəkil və hakimin olması dövlətə xidmətə, təbii ki, vəkillər müstəqildir, lakin ədalət anlayışı demokratik dövlətdə və hüquqi dövlətdə bir mənalıdır. Bizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsi də ali hüquqi qüvvəli aktımız olan konstitusiya ilə öz təsbitini tapır. Dolayısıyla eyni ailədə vəkil və hakimin olması sadəcə ədalətin təmininə və daha güclü təcrübənin formalaşmasına xidmət edə bilər. Vəkillik institutu ümumiyyətlə elə bir institutdur ki, vəkillik institutunun inkişafı hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının müdafiəsinin əsas göstəricilərindən biridir. Güclü və müstəqil vəkillik sistemi olmayan dövlətdə hər hansı bir ədalətli məhkəmə araşdırması və ya səmərəli müdafiə və hüquqa real çıxış məsələlərindən danışıla bilməz və ya bunu təmin etmək də qeyri-mümkün olar. Elə məhz bu baxımdan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı vəkillik institutuna dövlət səviyyəsində verilən önəmin bariz göstəricisidir və eyni zamanda mühüm göstəricisidir. Həmin sərəncamla regionlarda olan vəkillərin vəkillik fəaliyyətinin inkişaf etdirilməsi, həmin vəkillərin fəaliyyətinin stimullaşdırılması və bir çox vəkillik fəaliyyətinin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Biz əgər vəkillik institutunun inkişafından danışırıqsa, mütləq şəkildə əvəzedilməz rolu olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun fəaliyyətini mütləq vurğulamalıyıq. Çünki Anar Bağırovun sədrliyi dövründə vəkillik institutu tamam başqa bir dövrə keçid edib deyə bilərik. İstər beynəlxalq səviyyədə, istər vəkilliyin nüfuzu baxımından, istər vəkillərin bilik və peşə bacarıqlarının inkişaf etdirilməsi baxımından, istər vəkilliyə qəbul zamanı şəffaflığın təmin edilməsi baxımından, istər hər bir vəkilin elə məhz öz hüquqlarının qorunması, onların özünü daha güclü, təbii ki, qanunla nəzərdə tutulan qaydada hiss etməsində birbaşa rolu olur.